Ağlıma da gəlməzdi ki, uşaq vaxtı yemədiyim xaşı böyüyəndə belə xüsusi həvəslə bişirəcəm. Dana ayaqlarını qaz balonundan biraz ütürəm. Elektrikli mişarla hissələrə bölürəm. İki dırnağın arasında limfa vəzi var. Hansı ki, bişəndə xaşa xoşa gəlməz qoxu verir. Həmin vəzi mütləq kəsib atıram. Gördüyüm işə incəsənət ruhu ilə yanaşdığım üçün düzdüyüm tikələrə saatlarla baxa bilərəm. Doğradığım hissələri 1-2 saat ilıq suda saxlayıb fırçalayıram. Böyük bir qazana töküb kəfi çıxana kimi bişirib, sonra həmin suyu süzüb atıram. Sonuncu dəfə yenə təmiz su əlavə eləyib bişməyə qoyuram. Sonuna 1 saat qalmış bütöv soğan və duz atıb altını söndürürəm. Təxmini vamodda 4-5 saata hazır olur. Kəhraba rəngi aldısa deməli xaş hazırdır. Mən isə sümüklər ətdən tamam ayrılana kimi bişirirəm. Elə yeməklər var ki, təkcə yemək deyil, birliyimizin rəmzidir. Heç görmüsünüz kimsə xaş hazırlayıb özü üçün tək yesin? Turşu, soğan, quru lavaş, sirkə sarımsaq və bol söhbət. Mən isə xaşı fəslində 2-3 dəfə hazırlayıb, soyudub qida qablarında dondurucuda saxlayıram. Bu dəfə saxlaya bilmədim çünki ailəmdən savayı kimlərə qismət oldu kimlərə. Növbəti dəfə başqa bir sundan hazırlayacağam. Bəs siz sevirsiniz bu yeməyi? Sizin ailənizdə kim hazırlayır xaşı?